Məşhur Türkiyəli müğənni Mahsun Kırmızıgül Rusiyanın paytaxtı Moskvada 5000 nəfərlik konsert verib. Doğru Xəbər maqazin xəbər verir ki, Mahsun Kırmızıgül Moskvada böyük izdihamla qarşılanıb. Biletləri günlər əvvəl satılan konserti izləmək üçün 5000-ə yaxın tamaşaçı arenanı doldurub. Kırmızıgülün çıxışı zamanı duygusal anlar da yaşanıb. Belə ki, sənətçi səhnədə xərçəng xəstəliyindən vəfat edən Natellanın hekayəsini bölüşüb. Məlum olub ki, Natella konsertdən cəmi 20 gün əvvəl vəfat edib, lakin 3 ay öncə biletləri alaraq bu gecəyə qatılmağı çox arzulayıb. Bacısına "Əgər ölsəm konsertə get, Masum bəyə onu çox sevdiyimi de və mənim üçün Bəlalın mahnısını oxusun" deyən Natellanın arzusu Kırmızıgülü duyğulandırıb. Sənətçi Natellanın bacısını səhnəyə dəvət edərək onunla birlikdə Bəlalın mahnısını ifa edib. Zalda duygusal anlar yaşanıb və tamaşaçılar bu jesti alqışlarla qarşılayıblar.